Menopauzanı gecikdirmək mümkündürmü? Bu qismən mifdir. Amma təsir edə biləcəyimiz bəzi faktorlar vardır. Birincisi, bunu niyə mif adlandırırıq? Menopauza və yaxud klimaks vaxtı əsasən genetik olaraq təyin olunur. Yəni onu tam dayandırmaq mümkün deyil. Bu faktorun qabağını almaq mümkünsüzdür. Bu, Amerika Menopauza Cəmiyyətinin verilərində də özünü əks etdirmişdir. Və niyə bu mövzu bu qədər vacibdir? Çünki bəzi faktorlar menopauzanın daha erkən yaranmasına səbəb ola bilər. Ən vacibləri faktorlardan siqaret, tütün məhsullarının qəbulu, xronik stress olmaq, həmçinin aşağı bədən çəkisi və ya qidalanma pozuntuları, qidalanma davranış pozuntuları olanlar xüsusi risk qrupuna aiddirlər. Real mexanizm nədir? Menopauza yumurtalıqların rezervinin tükənməsi ilə bağlıdır. Yumurtalıq rezervi tükəndiyindən qadınlar klimaks dövrünə keçid edirlər və bu prosesi sürətləndirən faktorlar onun daha erkən tükənməsinə səbəb olacaqdır. Kimlər bəs risk qrupuna aiddir? Kimlər risk altındadır? Çox siqaret çəkən qadınlar, erkən yumurtalıq çatmamazlığı riski olan pasientlər, ağır stress və yuxu problemi ilə yaşayanlar, həmçinin kimyoterapiya və yaxud cərrahi müdaxilə keçirən, ginekoloji əməliyyatlar keçirən pasientlər. Biz nə edə bilərik? Necə bunu ləngidə bilərik? Siqareti dayandıraraq, balanslı qidalanaraq, xüsusən protein və mikroelementlərlə zəngin qidalar yeyərək, normal bədən çəkimizi qoruyaraq, stress və yuxunu idarə edərək bu prosesi müəyyən qədər ləngidə bilərik. Və ən vacib həqiqət odur ki, menopauzanı gecikdirmədən daha önəmlisi onu sağlam qarşılamaqdır. Menopauzanı tam idarə edə bilməzsiniz, amma onun nə vaxt və necə gələcəyinə təsir edə bilərsiniz. Ona görə də menopauzanı, qadın orqanizminin payını düzgün qarşılamamız üçün özümüzün check-up müayinələrimizdən və endokrin check-updan zamanında keçməli, sağlıq problemlərinizi həll etməli və sağlam həyat tərzi qaydalarına əməl etməliyik. Bu sizin menopauzanızı müəyyən qədər ləngidə və hətta bu dövrdə daha sağlam keçidinizi təmin edə bilər. Özünüzə yaxşı baxın və bu videonu daha çox insana çatması üçün bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.